Qadınlar niyə əsəbi olurlar? Bunun müxtəlif səbəbləri var. İlk növbədə qadın orqanizminə diqqət yetirdikdə qızlarda ilk cinsi yetişkənlik dövrü deyilən dövrdür ki, 9 yaşından başlayır. Bəzi ədəbiyyatlar 8, 9, 10 yaşında ilkin etaplara qədəm qoyur və 13 yaşına qədər çəkir bu müddət və bu zaman qızların orqanizmində müxtəlif hormonal dəyişiklik müşahidə olunur. Təbii ki, bu hormonal dəyişikliyin sonunda bir müddətdən sonra və yaxud da vaxtı çatdığı dövrdə qızlarda menstrual sikl, aybaşı sikli deyilən bu bir sikl yaşanır və bu sikl bildiyiniz kimi hər ay vaxtında təkrarlanır. Təbii ki, qadınlar bu sikli yaşadığına görə hormonal sferada müxtəlif dəyişiklik gedir. İkinci olaraq qadınlarda əsas diqqət yetirəcəyimiz nöqtə, qadınlar gözəl məxluq olaraq Allah Taala'nın nəsib etdiyi ən gözəl hissləri analıq hissini yaşayır. Və analıq hissinə qədəm qoyduqda təbii ki, yenə hormonal dəyişiklik müşahidə olunur. Hamiləliyin ilkin dövründə və doğuşdan sonrakı müddətdə. Bu da ikinci olaraq qadın orqanizminə, emosional sferasına təsir göstərən faktordur. Üçüncü faktor olaraq onu qeyd etmək istəyirəm ki, artıq yaşlanma dövründə qadınlarda klimakterik dövrə qədəm qoyurlar, menstrual sikl kəsilir və axırıncı, üçüncü hormonal dəyişikliyi yaşamış olur. Ona görə də, əziz izləyicilər, qadınlar kişilərə nisbətən daha əsəbi, gərgin olurlar və stresslərə daha çox məruz qalırlar. Bütün bu halların yaşanmasını olmasın deyən vaxtında hormonal müalicələrin aparılması məntiqə uyğundur.